Tamam, 89-cu sualla davam edək. Bizə təqdim olunub asetlin. Asetlinin üzərinə 2 mol hidrogen əlavə edəcəyik. Doymamış maddələrdə belədir ki, hər bir pi rabitəni sındırmaq üçün 1 mol hidrogen lazımdır. Biz 2 mol hidrogen götürmüşüksə, bax bu pi rabitələrin hər ikisi sınacaq. Maddə doymuş hala gələcək. Və buradan alırıq CH3, CH3, yəni etan almış oluruq. 90-da isə biz bura 1 mol flor əlavə eləyəndə 1 mol flor 2 atom, hərəsi 1 karbona birləşir. Buradakı pi rabitənin biri sınır. Ona görə alınan maddə CH flor 2 qat rabitə CH flor. Maddənin də adı olacaqdır 1,2 dixlor eten. Burada görürsünüz 2 mol flor əlavə ediblər. Onda maddə tamamilə doymuş hala gələcək və hidrogenlər əvvəlcədən mövcud idi. Hər karbona 2 xlor atomu birləşəcək. Bu maddənin adı olacaq 1,1,2,2 tetraflor etan. Burada asetlinin üzərinə H xlor əlavə olunub. H bir karbona, xlor digərinə, CH2, pi rabitənin biri sınır və CH xlor. Alınan maddə olacaq vinil xlorid. Vinil xlorid də polimerləşə bilir. Polimerləşib polivinil xlorid əmələ gəlir. 93-də isə bizə veribdir elə vinil xlorid və onun polimerləşməsini yazmalıyıq. Polimerləşmədə CH2 2 qat rabitə sınır və kənarlara keçir. Bu şəkildə olacaq. 94-də asetlinin su ilə reaksiyasıdır. Bu məşhur Kucherov reaksiyasıdır. Burada yalnız asetlindən aldehid alınır. Sirkə aldehidi alınır. Amma digər nümayəndələrdə alkenlərin hamısında keton əmələ gəlir. Ayrıca 95 də ona oxşardır. Burada keton alınacaq. Ketonların da ilk nümayəndəsi aseton, dimetil keton. Adlandıranda bunları axırları 10 ilə bitir. Propanon deyəcəyik. 96-cı nümayəndə, 96-cı reaksiya, nümayəndə deyirəm. Burada yenə də keton alınır. Belə bu şəkildə yazırıq. Bura bir oksigen birləşdiririk və digər yerləri hidrogenlə bərpa etmək lazımdır. (97-ci reaksiya 2 mol asetlin götürülür. Bu asetlinin dimerləşmə reaksiyasıdır. Asetlin dimerləşəndə oradan vinil asetlin alınır. Bu vinil, bu da asetlin. Hidrogeni də yazsaq, bax maddə bu şəkildədir. Belə. 3 mol götürüb aktiv kömür üzərindən keçirsək, bu benzolun alınma reaksiyasıdır. Burada alınır C6H6. 99-da sadəcə yanmadır. Karbon qazı və su əmələ gələcək. 100-də isə alkenlərin kalium permanganatla oksidləşməsidir. Asetlin kalium permanganatla oksidləşəndə burada oksalat turşusu yaranır. COH, COH üstə gəlir. Kalium hidroksid və mangan O2 əmsallaşdırmıram. Biz əsas məhsulları bilmək lazımdır. Amma asetlindən sonra gələn nümayəndələrdə bax, burada 3 qat rabitə yerdən sınır. Kənar hissədə qalan karbon sayına uyğun karbon turşusu alınır. Bir karbon buradadır, alınacaq formiat turşusu, üstə gələk. Burada da 2 karbon var, ona da uyğun alınacaq sirkə turşusu, da belə. Və bu kalium permanganatdan çıxan əlavə məhsullar. 102 eyni yuxarıda bunun xlorla olan versiyasını yazmışıq. O şəkildə gedir, tam doymuş hala gəlir, hər karbona bir brom birləşəcək. Maddənin adı olur 1,1,2,2 tetra brom etan. 103. Bu asetlinin gümüş piroksidlə reaksiyasıdır. Bu gümüş güzgü reaksiyası deyil. Gümüş güzgü reaksiyasında reaksiya nəticəsində gümüş alınır. Burada isə gümüş gedir maddəyə birləşir. Və yadda saxlayın ki, alkinlərdə 3 qat rabitəli karbondakı hidrogen özünü turşudakı hidrogen kimi aparıb metalla əvəz oluna bilir. Bu da həmin reaksiyalardan. Həmin hidrogenlər metalla əvəz olunacaq. 3 qat rabitə qalır öz yerində və reaksiyadan su ayrılacaq. Bunu mis piroksidlə də həyata keçirmək mümkündür. Amma 104-cü reaksiyada yalnız bu hidrogen mislə əvəz olunacaq. Onun natriumla olan versiyası da var. Yenə də bax, bu natrium, bu axırıncı hidrogeni əvəz eləyir. Natrium
C 3 qat rabitə C CH3 alınır. Sonra 106-cı reaksiya isə ona oxşardır, amma bu reaksiyalar getməyəcək. Çünki 3 qat rabitənin ətrafındakı karbonda metalla əvəz oluna biləcək hidrogenlər yoxdur. Çox vaxt bu reaksiyaya deyirlər 3 qat rabitənin yerinin təyini. 3 qat rabitə ucdadırsa, kənardadırsa bu reaksiya gedir, ortalarda yerləşirsə getmir. Amma 107 gedər, çünki 3 qat rabitəli karbonda əvəz oluna bilən hidrogen var. Gümüş burada hidrogeni əvəz edəcək. İndi keçdik funksional qrup saxlayan üzvü birləşmələrin reaksiyaları. Əsasən 11-ci sinifin kimyasını əhatə edir bu. Birinci reaksiya CO və H2. Buradan biz nə əldə edə bilərik? Ala bilərik buradan CH3OH, metanolun sintezi də ola bilər. Sonra bu. Sonra ikincində qlukozanın qıcqırmasıdır. Bilirik ki, qlukozu 3 cür qıcqırır. Oradan alına bilər C2H5OH və CO2, yəni etil spirti və karbon qazı. Ala bilərik süd turşusu C3H7, COOH, karbon qazı və hidrogen. Süd turşusu dedim deyəsən, yağ turşusu. Və bir də ala bilərik süd turşusu. Süd turşusu da 2 dənə funksional qrup saxlayan turşudur. Orada həm karboksil var, həm də hidroksil var. Bu da belə. Həm də unutmayın ki, burada bu karbon asimetrik karbondur. Üçüncü reaksiya alkenlərin su ilə reaksiyasıdır. Etilen olduğuna görə buradan C2H5OH alınır. Dördüncü reaksiya propilenin su ilə reaksiyasıdır və burada Markovnikov qaydası gözlənilir. Markovnikov qaydasına görə hidrogen 2 qat rabitə ətrafında hidrogeni çox olan karbona, digər qrup isə indi burada qalan qrup OH qrupu olacaqdır. O da hidrogeni az olan yerə birləşir. Birdən mən deyəndə ki, hidrogen çox olan yerə, şagird deyir ki, onda bura aparın birləşdirim. Xeyr, bura doymuş vəziyyətdədir. Söhbət gedir doymamış 2 qat rabitənin ətrafından. Hidrogeni birinci karbona birləşdirəndə alırıq CH3. CH-dır, ora bir OH birləşdiririk və CH3 alındı propanol 2. Yadda saxlayın ki, yalnız etilen olanda birli spirt ala bilirik. Digər alkenlərin su ilə reaksiyasından birli spirt ala bilmərik. Beşincidə isə yenə birləşmə reaksiyası gedəcək. Amma burada Markovnikovun tələbi gözlənilmir. Onsuz da 2 qat rabitənin ətrafındakı karbonda eyni sayda hidrogen var. Fərq eləmir. H-ı birləşdirək bura, OH-ı da birləşdirək bura və 2 qat rabitə də sınır. Altıncıda su ilə reaksiyadır. Su ilə reaksiya olanda burada dəyişmə gedəcək. C5, H11, OH və kalium klorid. Su olanda spirt alınır. Bunu unutmayın. Su olanda spirt alırıq. 7 də bundan oxşardır. Onda oradan da C3, H7, OH və kalium klorid əldə edirik. 8 də bundan oxşardır. Kalium bu halogeni qopardır. Alınacaq buradan kalium klorid. Və hidroksil qrupu da yerini dəyişir, xlorun yerinə keçir. O zaman biz əldə edirik propanol 2 hidrogenləri yazmadım. Amma 9-cunda mühitə fikir verin, spirtdə gedir reaksiya. Spirtdə gedəndə kalium halogeni qopartdı. Buradan əldə elədik. Kalium klorid üstə gələk. Bu OH özünə bir H çəkməlidir. Özünə bir H çəkib birləşdirib çevriləcəkdir suya. İndi o OH özünə H-ı hardan çəkir? Bu karbon artıq özündən xloru verib. Daha heç nə vermir, heç bir atom vermir. Artıq OH bu karbonun ya sağ tərəfindən, ya sol tərəfindən bir yerdən özünə hidrogen qopartmalıdır. O da elə hallar olur ki, orada tərəddüd yaşanır. İndi qarşımıza çıxsın, onu da deyəcəm. Bizim bu yazdığımız maddədə hidrogen sayı eynidir. Ona görə də H-ın hardan qopmağının fərqi yoxdur. Ya sağdan, ya soldan bir tərəfdən qopardırıq və alınır CH2, CH, çünki xlor gedib artıq, bura 2 qat rabitə düşəcək. Axırıncı da qalır öz yerində, CH3. Növbətiyə baxaq. Yenə ona oxşar bir sualdır. Bu halogeni qopartdıq, kaliumdan birləşdirdik. Oldu bura kalium xlorid. İndi bu OH özünə bir H çəkməlidir. Xlor verən karbonun ətrafına baxın. Oradan bir H qopmalıdır. Amma hansından qopardaq? Az olan yerdə. Az olan yerdən qopartsaq, onda baxın, bu hissə yoxdur artıq.
Flor gedib. Biz bura gətirib 2 qat rabitə çəkməliyik. Hidrogenin də birini qopartmalıyıq. Görək tələb ödənilir. 1, 2, 3, 4. Bəli, uyğun gəlir. Bax, belə bir vəziyyət yaranacaqdır. Üstə də gələk su. Burada baxın, su iləndir. Su olanda onda dəyişmə reaksiyası gedir. Bura sadəcə OH birləşdirib, buraya yazırıq kalium florid. 12-ci sual aldehidin hidrogenləşməsidir. Aldehidlər hidrogenləşəndə reduksiyadır. Çevriləcəkdir spirtə. Alınır buradan CH3. Bu H birləşdir bura. Oldu CH2 və OH. Aldehidin reduksiyasından həmişə birli spirt alınır. 13-də isə ketondur. Ketonun reduksiyasından o zaman ikili spirt alınacaq. 14-də yenə də aldehiddir. Yenə də zəncir olduğu kimi qalır. Siz bir dənə bax, bu hissəyə fikir verin. Bax, buranın çevrəsi spirtə. Olacaq CH2OH. Burada yenə keton veribdir. Ketonun hidrogenləşməsindən bir də yenidən yazmıram. Bu sınır, çevrilir. Burada OH. Spirt əmələ gəlir. 16-cıda bir atomlu spirtin natriumla reaksiyasıdır. Natrium burada OH qrupundakı hidrogeni əvəz edəcək. Alınır CH3O natrium. Natrium, ümumi adı natrium alkaqolyatdır. Amma metil olduğuna görə natrium metilat. Və buradan da hidrogen ayrılacaq. Biz bunu H2 şəklində ayırdıq. Əmsallaşdırmaq üçün buraya yazıram bir 0.5. Eyni ilə 17-də 10 kimi gedir. C4 H9O kalium, üstə gələk 0.5 H2. Bunlar alkaqolyatdır və alkaqolyatlar bərk maddələrdir. Onlar suda məhlulda hidroliz edib yenidən spirt və qələviyə çevrilirlər. Buradan alınacaqdır C2H5OH və natrium hidroksid. 20-cidəki reaksiya isə efirləşmə reaksiyasıdır. Efirləşmə reaksiyalarında turşudan OH, spirtdən H qopur. Onlar suya çevrilir. Yerdə qalan hissə CH3, CO, OCH3. Bax, bu hissəyə fikir verin. OCH3. Bax, bu bizdəki bu hissədir. Bax, bu oksigen isə bizim həmin bu 2 qat rabitə ilə birləşən oksigenimizdir. Həmişə fikir verin. 2 oksigen var. Onun bir tərəfi spirtə aid olan hissəyə aiddir. Digər tərəfi turşuya aiddir. 21-də spirtlərin turşularla reaksiyasıdır. Spirtlər qatı sulfat turşusu iştirakında molekul daxili, molekul arası dehidratlaşmaya uğrayırlar. Spirtlər üzvü və oksigenli mineral turşularına reaksiyaya daxil olub mürəkkəb efir əmələ gətirirlər. Yuxarıda onların üzvü turşu ilə efir əmələ gətirməsini gördük. İndi burada da nitrat turşusu ilə verildi. Burada da efir yaranacaq. Özdə mürəkkəb efir sayılır. Alınır C2H5ONO2 və bir də buradan su ayrılır. Bax, bu oksigeni görəndə bilin ki, bu mürəkkəb efirdir. Çünki sizi çaşdıra bilən belə maddələr də mövcuddur. Amma burada NO2 radikala birbaşa birləşibdir və bunlar nitro birləşmə sayılır. 22-yə oxşar yuxarıda yazmışıq efirləşmə reaksiyasıdır. 23-də də efirləşmə baş verəcək. Bu O, buraya yazırıq NO2, üstə gələk su. Amma bu reaksiya 24 getmir. Çünki buradakı turşu oksigensiz turşudur. Biz bayaq nə dedik? Dedik, spirtlər üzvi və oksigenli mineral turşularla reaksiyaya daxil olur. Bizə təqdim olunan isə oksigensizdir. 25-də etil spirti götürülüb, 140 dərəcədən yüksək temperatur, qatı sulfat turşusunun iştirakı, temperatur 140 dərəcədən yüksək olanda molekul daxili dehidratlaşma baş verir. Molekul daxili. Yəni, bax, buradakı hidrogenin biri qopacaq. Bir də bu OH qrupu qopur. Və bunlardan su əmələ gəlir. Proses bir molekulun içində gedir. Nəticədə alınır CH2, 2 qat rabitə, CH2, yəni etilin əldə edirik. Növbəti, Zaytsev qaydasına görə ikili və üçlü spirtlərin molekul daxili dehidratlaşması zamanı hidrogen atomu əsasən hidrogeni az olan qonşu karbon atomundan ayrılır. Yenə bax, oxşar reaksiyadır. İndi biz buradan dedik ki, molekul daxili dehidratlaşma olmalıdır. OH buradan qopmalıdır. Bir dənə də H qopartmalıyıq.
OH hardan getsin? Bu da Zaysevə görə aiddir ikili və üçlülərə. Bizim burada yazdığımız da ikili spirtdir. O da deyir ki, növbəti H, yəni bu OH-a birləşəcək hidrogen, bu karbonun ya sağ ya da sol tərəfindən, yaxınından, hardan hidrogen azdısa, oradan qopacaq. Yəni, buradan qopacaq. Onda bura yazırıq, çıxaq su və 2 qat rabitə bura düşəcək. Bax, bu hissiyə. 27-ci sualda isə götürübdür metil spirti, spirtdən 2 mol və temperatura fikir verin, 140 dərəcədən aşağı temperaturdur. Belə olanda bu molekullar arası dehidratlaşma baş verir. Yəni, 2 molekuldan bir su molekulu qopur və sadə efir yaranır. Yaranan efir olacaq CH3O, CH3 üstə gələk su. Bax, yadda saxlayın ki, əgər siz 2 müxtəlif spirt götürmüsünüzsə, onların molekullar arası dehidratlaşmasından 3 sadə efir ala bilərsiniz. Würz reaksiyasındakı alkanların alınmasına oxşardır. Siz buradan ala bilərsiniz. CH3O, CH3 dimetil efiri, ala bilərik dietil efiri, C2H5O, C2H5 və ala bilərik ikisinin qarışığı C2H5O, CH3. 29 məşhur reaksiyalardan biridir. Oxun üstə görsəniz 3 komponent. Bilin ki, buradan 3 hecalı maddə alınacaq. Divinil. Bu divinil. Və orada 3 məhsul alınır. Su və hidrogen. Reaksiyada Lebedev reaksiyasıdır. Divinildəki padiyen kauçukunun monomeridir. Burada spirtin oksigenlə yanmasıdır. Karbon qazı və su alınacaq. Burada isə birli spirtlərin miski oksidin oksidləşməsidir. Alınır aldehid, HCOH. Alınır buradan mis və su. 32 də 10 kimi gedəcək. Yenə də birli spirtdir. Yəni bu axır hissədə aldehid qrupu yaranır. Belə bir şey bir də yazmayaq. Amma 33-də ikili spirtdir deyə. Buradan yenə də mis və su alınır. Sadəcə üzvü məhsul kimi orada keton əmələ gələcək. Deməli, yadda saxlayırıq. Birli spirt isə aldehid alınır, ikili spirt isə keton alınır. Burada bizə təqdim olunan maddə isə yəqin özləri qəsdən bunu bu şəkildə quraşdırıblar. Bu maddə alkandır və alkanların belə bir miski oksidin oksidləşməsi yoxdur. %35-də bizə verilən maddə isə üçlü spirtdir. Baxın, OH birləşən karbon 3 karbondan əlaqəlidir və üçlü spirtlər miski oksid vasitəsilə oksidləşmir. Deməli, nəyə öyrəndik? Birli spirtdən aldehid alınır, ikili spirtdən keton alınır, üçlü spirtlər isə miski oksidin təsirindən oksidləşmir. 36-da bizə verilən maddə etilin oksiddir. Etilin oksidin üstünə su əlavə edəndə buradan 2 atomlu spirt alınır. CH2, CH2, OH, OH. Alınan maddə etilen qlikol. 2 atomlu spirtlərin ilk nümayəndəsi. Suda yaxşı həll olur. Şirin təhər dada malikdir. Qatıdır, özlüdür, amma zəhərlidir. Mənfi 13,2 dərəcədə donur, 197,6-da qaynayır. Və onda güclü molekullar arası hidrogen rabitəsi mövcuddur. Növbəti reaksiyada yenə də etilenin oksidləşməsidir. Bu cür oksidləşmədən də yenə etilen glikol alırıq. 38-də də su ilə gedirsə reaksiya dəyişmə baş verəcək. CH2OH, CH2OH üstə gələk 2 mol kalium klorid əldə edirik. – 39 da həmçinin 12 kimi. Buradan da biz 2 atomlu spirt alırıq. Elə ki, OH-lar bax bura birləşəcək. Onda maddənin adı olur 1,3 propan diol. Amma 40-da proses spirtdə gedir. Spirtdə getdiyinə görə biz buradan dien alacağıq. 2 qat rabitə düşəcək. 41-də isə sink halogenləri götürür. Halogen qopan yerlərdən, bax bu birinci karbonun, üçüncü karbon bir-birinə birləşir. CH2, CH2, CH2. Alınacaq buradan siklopropan və sink
fluorid. Burada da etilenin kalium permanganatla oksidləşməsidir. Yenə də etilin qlikolu alınır. Yəni bu maddə kalium hidroksid, manqan 4 oksid əmələ gəlir. 43-cü reaksiya. Natrium hidrogenləri əvəz eləyir. CH2O natrium, CH2O natrium. Bir də hidrogen ayrılır. Burada 2 mol natrium götürmüşdük deyə hər ikisini əvəz elədik. Amma 44-də 1 mol natrium götürüb deyə bu hidrogenlərin biri əvəz olunacaq. 45-dəki reaksiyada bu gedən reaksiyadır. Proses su mühitində gedir. Bir dəqiqə baxaq. Yox, buradan nə əmələ gələcək? Natrium hidrogenləri əvəz eləyəcək. Reaksiya nəticəsində də 2 mol su əmələ gələcək. Bir atomlardan fərqli olaraq 2 atomlular qələvlərlə reaksiyaya daxil olur. 46-da 2 mol nitrat turşusu götürmüşük deyə hər iki OH-da nitrolaşma gedəcək. CH2ONO2, CH2ONO2 və 2 mol da su ayrılacaqdır. Alınan maddənin adı, maddə mürəkkəb efirdir. 47-də isə deməli 2 atomlu spirtlərin misk hidroksidlə reaksiyasıdır. 1 atomlu spirtlərdən fərqli olaraq etilen qlikol qələvi mühitdə, burada NaOH görəndə narahat olmayın. Qələvi mühitdə misk hidroksidlə reaksiyaya daxil olur. Və mis-2 qlikoliat əmələ gətirir. Misk hidroksid bu özü çöküntüdür, mavi rəng çöküntüdür. Amma reaksiyadan parlaq göy rəngli məhlul alınır. Alınan maddəni belə göstərə bilərik. Kim oldu su çıxacaq. Bax bu maddə parlaq göy. Bu çöküntüdür, bu isə parlaq göydür. Burada 48-də də peroksidlə reaksiyaya daxil olub. Burada OH-lar əmələ gələcək. 3 atomlu spirt əldə edirik. 3 atomlu spirtlərin birinci nümayəndəsi gliserindir. Bu reaksiyada alınan maddəni belə göstərir. CH2, CH, CH2. Hərəsinə də bir dənə OH qrupu birləşdiririk. Gliserin də rəngsizdir, şərbətə bənzərdir, şirin dada malikdir, özlüdür, higroskopikdir, yəni suuducudur. Su ilə istənilən nisbətdə qarışır, 17,9 dərəcədə donur, 290-da qaynayır. Amma etilen glikoldan fərqli olaraq o zəhərli deyil. Burada gliserinin nitrolaşma reaksiyası var. Deməli, 3 mol nitrat turşusu götürdüyümüzə görə, elə bunun üstündə düzəldirəm, hər üçündə nitrolaşma gedir və alınır buradan trinitrogliserin. Trinitrogliserin ilk dəfə 1847-ci ildə Ascanio Sabrero almışdı. O vaxt onu ona görə almışdılar ki, ondan partlatmaqla tunel çəksinlər, yol çəksinlər. Sonra başladılar onu hərbi sahədə partlayıcı kimi istifadə etməyə. Tez-tez gözlənilmədən partlayış törətməsi trinitrogliserinin ən pis xüsusiyyətidir və onun istifadəsi buna görə çətinliklər törədir. Sonra 1865-ci ildə İsveç kimyaçısı Alfred Nobel müəyyən elədi ki, nitrogliserini bərk bir hopdurucuya, adsorbentdə hopduranda alınan qarışıq yalnız yandıranda partlayır. Və sonradan Nobelin kəşf elədiyi dinamit sayıldı. Amma nitrogliserinin 1% məhlulu ürək xəstəliyində qan damarlarını genişləndirən dərman kimi istifadə olunur. Burada isə 50-də verilən reaksiya həmin o nitrogliserinin partlama reaksiyasıdır. Onun partlaması nəticəsində alınır karbon qazı, məhsulları yadda saxlayın, su, oksigen və azot. Bir də buradan istilik ayrılır. Nitrogliserin, yəni trinitrogliserin demək istəyirəm də, ağır, yağa bənzər rəngsiz mayedir. Həm partlayıcı kimi istifadə olunur, həm də 1% məhlulu ürək xəstəliyində damarları genişləndirən dərman kimi.